Bismillahirrahmanirrahim. Salam əziz və dəyərli izləyicilərimiz. Hər birinizi ayə verilişində xoş gördük. Biz bu verilişimizdə Qurani Kərimin asan yolla tərcüməsini sizə təqdim edirik. Üçüncü dərsimiz yenə Allahın sifətləri haqqında olacaq və bu dərsimizdə də 10 dənə ayə sizə təqdim edəcəyik. Birinci ayəmiz yenə Həmd surəsinin 4-cü ayəsi. Maliki yevmiddin. Malik və yaxud da Məlik. Bunu qiraətlə məşğul olanlar bilirlər. Bəzən başqa rivayətə əsasən Maliki yevmiddin də oxuyurlar qarilər. Bu zaman Maliki olanda, yəni uzadıcı ilə olanda olur hesab gününün sahibidir, malikidir. Maliki yevmiddin olanda hesab gününün padşahı deməkdir. Amma hal-hazırdakı oxunuş Maliki yevmiddin Həfs-i Asiminin rivayətinə görə hesab gününün malikidir. İkinci ayə. Yə əyyuhən-nəsu ubudu rabbakumullezî xalaqakum vəllezîne min qablikum. Yə əyyuhən-nəs. Yə nidadır. Ey insanlar. Ubudu, yəni ibadət edin. Rabbakum, Allahınıza və yaxud da Rəbbinizə. Əlləzi, o Rəbb ki, xalaqakum, xalaqa yaratdı deməkdir, kum da sizi yaratdı. Vəllezîne min qablikum. Ey insanlar, sizi və sizdən əvvəlkiləri yaradan Rəbbinizə ibadət edin. Ümumi tərcümə belədir. Keçirik 3-cü ayəyə. Bəqərə surəsi 29. Huvəllezî xalaqa lakum ma fil ardı cəmi'a. Huvəllezî, o kəs ki, xalaqa lakum, xalaqa yarattı, yuxarıki ayədə xalaqakum demişdi. Xalaqa lakum, sizin üçün yarattı, lakum sizin deməkdir. Mə fil ardı cəmiən, hər nə ki yerdə var, bütünlüklə. Ümumi tərcümə eləsək, o yer üzündə o, huva, o yer üzündə sizin üçün olan hər şeyi yarattı. Keçirik 4-cü ayə, Bəqərə surəsi 163-cü ayə. Və ilahukum vahidun. La ilahə illə huvər-Rahmanur-Rahim. Və ilahukum ilahun vahid. Sizin ilahınız, Allahınız təkdir. La ilahə illahu, ondan başqa ilah yoxdur. Ar-Rahman, Ar-Rahim. O ilah həm Rahmandır, rəhm edəndir, həm də Rəhimdir. Ümumi tərcüməyə gəlsək, belə tərcümə edəcəyik. Sizin ilahınız tək ilahdır. Ondan başqa ibadətə layiq heç bir varlıq yoxdur. Bu bizim tərcümə və o Rəhman və Rəhimdir. Biz Rəhman və Rəhimi də demişik Bismillahirrahmanirrahimdə. Yəni ilk dərsimizdə Rəhman və Rəhim sözlərinin də tərcüməsini demişik. Keçirik 5-ci ayəyə. Vallahu yəhdi mən yəşəu ilə sıratın müstəqim. Vallahu, Allah, yəni dedik ki, burada vav başlanğıcıdır. Allah yəhdi, hidayət sözündəndir, hidayət edir. Mən yəşə, hər kimi istəyərsə, ilə sıratın müstəqim. Düz yola, burada ilə, ə mənasını, ilə sıratin, o yola ki, müstəqim, yəni düzdür. Deməli, məna belədir. Allah istədiyini doğru yola hidayət edər. İndi əlbəttə bunun təfsiri var. Belə çıxmır ki, Allah kimi istəmədi, o hidayət olmur, belə deyil. Yəni, Allah kimin ki qəlbində Allaha doğru bir addım varsa, bir işıq yolu varsa, loril dildə desək, o zaman Allah o qəlbi nə edir? Hidayət edir. 6-cı ayə. İnnəlləhə rabbi və rabbukum fə'buduh. Həzə sıratun müstəqim. İnnə, burada təkiddir. Həqiqətən və yaxud da şübhəsiz Allah, Rabbi, mənim Rəbbimdir, və rabbukum və sizin Rəbbinizdir. Bəs nə etmək lazımdır? Fə'budu. Burada pəs fə'buduhu, fə'budu ibadət edin, hu ona qayıdır. Yəni Allaha. Fə'buduhu
onu ibadət edin. Burada ha zəmirdir, qayıdır Allaha. Ayənin davamı həzə bu sıratun müstəqim. Bu doğru yoldur. Tərcüməyə gələk, şübhəsiz Allah mənim də, sizin də Rəbbinizdir. Elə isə ona ibadət edin. Bu doğru yoldur. Keçirik 7-ci ayə Allahın sifətlərindən. Vallahu valiyyul mu'minin. Allah möminlərin vəlisidir. Vallahu, Allah, valiy, yəni sahib, vəli, əl-mu'minin, möminlərin vəlisidir. Allah möminlərin himayətçisidir. Belə desə daha yaxşıdır. Valillahi mulkus semavati vel ard. Valillahi Allah üçündür. Mulk yəni maliklik. Mulkus sema göylərin və yerin sahibi, maliki. Göylərin və yerin hakimiyyəti, mulku kimə məxsusdur? Allaha məxsusdur. Valillahil mulku əs-semavati vel ard. 9-cu ayə Nəhl surəsi 52. Və ləhu onun üçündür. Mə fis-semavat hər nə ki göylərdə var. Vəl ardı yerdə var. Və ləhu dinu. Burada ayənin sonunda vasibən sözünü də kitabda yazsaydılar daha doğru olardı. Çünki ayənin o hissəsi tamamlanır vasibə kəlməsi ilə və əfə qayrallah orada belə başlayır ayə, sual olaraq təqdim olunur. Burada olsaydı və ləhu mə fis-semavati vəl ard və ləhu dinu vasibə, yəni bütünlüklə din ona məxsusdur. Və ləhu mə fis-semavati vəl ard, hər nə ki göylərdə və yerdə var, və ləhu dinu vasibə və din daim ona məxsusdur. Din Allahındır. Bu qədər. Çatdıq 10-cu ayəyə. Ləhul həmdu fil-ulə vəl-əxirə və ləhul hukmu. Ləhul həmdu. Həmd onun üçündür. Harda? Fil-ulə. Dünyada. Fi dadədir. Vəl-əxirəti. Burada elə bil ləhul həmdu fil-ulə, ləhul həmdu fil-əxirə. Belə məna olur. Həmd Allah üçündür dünyada və axirətdə. Amma burada vav işarəsini qoymaqla və axirətdə bu düzəlir burada məna. Və ləhul hukmu və hökm də ona məxsusdur. Belə tərcümə eləsək, dünyada, axirətdə, dünyada da, axirətdə də həmd ona məxsusdur. Hökm ona məxsusdur. Bu bizim ayələrin mənaları, dəyərli izləyicilərimiz və dəyərli tələbələr. Çox maraqlı dərslərdir bunlar. Oxuduqca daha adama gözəl bir aura bəxş edir, gözəl bir hal bəxş edir. Gəldik bu dərsimizdə olan tanış olmayan kəlmələrin lüğətlərinə. Birinci kəlmə u'budu, yəni ibadət edin. Əlləzi, o kəs, o şey ki. Əlləzinə, o kəslər ki. İlə, tərəf və yaxud ə mənasını bildirir. Ulə, dünya və ya birinci, ilk mənalarını bildirir. Hukm, hakimiyyət, hökm, mulk, hökmranlıq deməkdir. Mən, kim ki, o kəslər ki və ya hər kəs. Valiy, başçı, rəhbər, dost mənasını bildirir. Həzə və ya həzihi, bu mənasını bildirir. Sonluqda gələn yə, mən mənasını bildirir. Yayı mütəkəllim vahdə deyirlər buna. Yəni, məni bildirən yə, İbədi məsələn, mənim bəndələrim. Və burada ayələrin birində həmin yədən istifadə olunub. Baxın, İnnəlləhə Rabbi. Rabbi, yəni həqiqətən Allah mənim Rəbbimdir. Onu demək istəyir. Sonra gəlir əxiratun. Axira deməkdir, axirət deməkdir. Cəmiən, hamı, hamılıqla.
din, cəza, ayin, din mənasındadır. Sıratun, yol deməkdir. Qabil, əvvələ deyirlər. Maliki, sahib mənasındadır. Müstəqim, düz. Vahid, tək, yeganə və yaxud da vahidun, hər ikisi vahid, vahidətun. Yavm, gün mənasını bildirir. Yə, əyyuhə, yə və yaxud da yə əyyuhə, ey mənasını bildirir hər ikisi və yaxud da əyyətuhə, ey mənasını bildirir. Yəşəu, istəsə, istəyir. Yəhdi, hidayət edir. Fə, ki, feillərin əvvəlində bu gəlir. Elə isə, beləcə, beləliklə, onda, ona görə də. Bu mənada da işlənə bilir. İndi isə çatdıq dərsimizin ən maraqlı hissəsinə və testlərə çatdıq biz burada. Həmişə olduğu kimi testin birincisini mən həll edəcəm. Sonra qalan 4-ünü siz həll edəcəksiniz. Birinci testimiz cəmiən, ərəbcə kəlmələri verəcəm, sonra test verəcək inşallah. Cəmiən, A bəndi bütün məxluq, B bəndi hamılıqla, hamılıqla. Deməli, burada B bəndi düzdür, yəni hamılıqla. İkinci sözümüz din, A bəndi qiyamət günü, B bəndi cəza, ayin. Hansıdır onu nişanlayacaqsınız. Üçüncü, həzə, A bəndi bu, B bəndi o. Mulk, A bəndi yer, B bəndi hökmranlıq. Əlləzinə, sonuncu testimiz, A bəndi o kəslər ki, B bəndi o şeylər ki. Bu bizim birinci testimiz. İkinci, Azərbaycan dilində tərcümə oxunacaq və ərəb dilində sözləri tapacaqsınız. Birincisi, yol, A bəndi sırat, B bəndi subul. İkinci, tək, A bəndi huva, B bəndi vahidun. Üçüncü, kim ki, hər kəs ki, A bəndi əlləzinə, B bəndi əlləzi, mən. Bunların hansıdır? Dördüncü, tərəf, A, ə, ya, yə. A bəndi ilə, B bəndi ulə. Beşinci, gün, A bəndi əyyəm, B bəndi yəvm. Bunların hansı səhihdir, doğrudursa, həmin doğru bəndin qabağından bir dənə işarə qoyursunuz ki, bu doğrudur. İndi isə gəldik sözlərin toplusuna, yəni verilmiş ifadələrin düzgün, hansı düzgündür, onları da tapacaqsınız. Birincisi, Allahu valiyyul mu'minin. Allahu valiyyul mu'minin. A bəndi və Allah möminlərin başçılıq edir və Allah möminlərə başçılıq edir. B bəndi və Allah möminlərin rəhbəridir. Əlbəttə burada və Allah möminlərin rəhbəridir mənası düzdür B bəndində. İkinci, mulkus səmavati vəl ard. Siz tapırsınız A bəndi. Yerin və səmaların hökmranlığı. B variantı yer və səmalar üçün hökmranlıq. Keçirik üçüncü kəlməyə. Huvar-Rahmanur Rahim. A bəndi bağışlayan, mehriban Allah. B bəndi o bağışlayan, mehribandır. Dördüncü, vəllezine min qablikum. A bəndi və onlardan əvvəlki kəslər. B bəndi və sizdən əvvəlki kəslər. Bunun hansı doğrudur? Ləhud-dinu və ləhul hukmu. A bəndi din ona məxsusdur və hökmranlıq ona məxsusdur. B bəndi cəza ona məxsusdur və hökmlər ona məxsusdur ki, dərsimizdə bu ayədə keçmişdi. Dərsə baxaraq burada bunun mənası hansı daha üstündür, onun siz nə edəcəksiniz, tapacaqsınız. Və kitabın 50-ci səhifəsində burada Vallahu valiyyul mu'minin və lillahi
mulkus semavat huvellezî halaqakum ma fil ardı cemi'an ilahukum ilahun vahid la ilahe illahu u'budu rabbakum ellezî halaqakum kəlmələrinin qabağından tərcümələrini yazacaqsınız əzizlər. Burada özünüzü sınayın ki, vallahu veliyyul müminin. Burada tərcümə necədir? Və Allah möminlərin himayətdarıdır. Buradan tərcüməni qabağında yazacaqsınız. Cədvəl formasındadır. Və davamı da var. İnnallaha Rabbi 10-cu hədə sıratun mustaqim 11-ci vallahu yəhdi mən yeşə 12-ci ləhul hamdu fil ula. Bu dərsdən yığılma ayələrdir ki, siz bunları tərcüməsinin qabaqlarından yazacaqsınız. Və burada bir çalışma, yəni 4-cü çalışmada 51-ci səhifədə belə bir çalışma verir. Kitabla oxuyanlar rahat şəkildə bunu görəcəklər. Deməli, aşağıda verilmiş Quran ifadələrinin yarımçıq qalmış tərcüməsini siz tamamlayacaqsınız. Məsələn, وَلِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ və Allaha məxsusdur göylərin və yerin hökmranlığı. Birincisini mən dedim. Sonra gəlir, يَا أَيُّهَا النَّاسُ اعْبُدُوا رَبَّكُمُ الَّذ۪ي خَلَقَكُمْ İkinci, ey insanlar, sizi yenə boş məsafə buraxırıq Rəbbinizə və davamında siz edəcəksiniz. Üçüncüsü, vallahu yəhdi mən yeşəu ilə sıratın mustaqim və Allah boş yer buraxırıq, düzgün boş yer buraxır, edir. Siz bunları tamamlayacaqsınız. Ləhul hamdu fil ulə vəl-əxirə və ləhul hukmu. Ona məxsusdur boş yer, dünyada və boş yer və yenə boş yer. Bunu da özünüz tamamlayacaqsınız inşallah. Kitabın 52-ci səhifəsində bu ayələr haqqında yüngül bir izah verir. O izahı demirik. Moizə xarakteri olaraq bir şeylər deyir ayələr haqqında. Amma kitabın 53-cü səhifəsində sərbəst tapşırıq verir. Burada yenə həmin ayələri verir. Və burada siz çalışmada bu ayələrin tərcümələrin inşallah yazacaqsınız. Bu da kitabın 53-54-cü səhifələrindədir. Bəli, əziz və dəyərli dostlar, hər birinizi uca Yaradanımıza əmanət edirik. Allah hər birinizi qorusun. Gələn dərslərimizdə görüşərik inşallah. Allah bizi də müvəffəq eləsin inşallah.